mekanı Dünyada cennet devam olsun. ediyor. Azerbaycan, Sayın onun siyasi liderliği, onun o zamanki o çok yaptığı siyasi manevralar, o Suret Hüseyinov olayları falan hepsini ben okumuşum. Evet. Yani oradaki o siyasi manevraları sayesinde bugün eğer Azerbaycan bu noktadaysa yatıp kalkıp Haydar Aliyev'e dua etmeleri Yəni lazım. ki, Onun boyda hələ oldu. üzr istəyirəm, Azərbaycan bu dəqiqə bəlkə də yeganə ölkədir ki, həm şimalında, həm cənubunda çox gərgin bir dönəmdir. Müharibələr yaşanır. İstər Rusiya-Ukrayna müharibəsi, bütün dünyanın gündəmində olan, bütün dünya ölkələrinin, belə deyim də, bəzilərinin maraqlarında olan müharibə və eyni zamanda Azərbaycanın cənubunda, cəmi 5-6 saatlıq yolda, belə deyək də, İran, İsrail, Amerika üçlüyü, dünyanın ən aparıcı gücləri, ən aparıcı qüvvələri bizim şimal və cənubumuzda müharibədir və Azərbaycan bunun rəğmən hazırda ən etibarlı koridor rolunu oynayır, dəhliz rolunu oynayır. Və sən bir dənə özün, Alikan, Bak ne kadar güzel bir yere bir değindin dənə ya. daxil olub baxa bilsən, bu dəqiqə bütün uçuşlar Azərbaycanın üzərindəndir. Yəni İran hava Ya sahəsi bak kapalı Hacı Bey, olduğuna görə, bəli. helal olsun. Ne kadar güzel bir yere dokundun ya. Bak farklı bir bakış açısı. Bak ne kadar güzel. 5-6 saat uzaklığımızda Evet. 3 tane dünyanın devi şu anda orada savaş yapıyor. 5 Libya, Irak. Şimdi İran. Sonra benim aklıma geliyor sıra Türkiye mi? Bak Yox, oraya bak. yəni Afganistan. Türkiyəyə qarşı belə bir təhdidin olmasını belə mən ağla gətirmirəm. Çünki Türkiyə ordusu hazırda dünyanın ən güclü ordulardan biridir. Elə yəni Türkiyənin hərbi gücü, Amerika da bunu Türkiyənin istemez NATO, zaten. Türkiye ile savaşmak istemez. Türkiyə Amerika NATO'nun Türkiye üzvü ile hiçbir zaman olması savaşmak istemez. mümkün olan bir şey deyil. Bunlar yəni fərziyələrdir, boş-boş sözlərdir ki, bəziləri Bir de ne dezinformasyonlardır, belə kadar çok. iddia. Evet. Bir de ne Belə kadar çok alıştık ya savaşa. 5 yıldır Rusya-Ukrayna savaşı sürüyor. Farkında mısın? bəli. İlk günlerde 10 gün Ukrayna-Rusya savaşını konuştuk her yerde. Şimdi alıştık. Ukrayna-Rusya şu anda savaş halinde ama alışmış vaziyetteyiz. Yani bizi savaşa alıştırdılar. Ya bırak, Çox təəssüf. Amma bırakın. ona görə etmək Savaşda lazımdır ki, yaşamayalım. 21-ci əsrdə əli bu qədər savaşların olduğu, bu qədər çaxnaşmaların, bu qədər qarşıdurmanın olduğu bir dönəmdə 21-ci əsrdə ümumiyyətlə müharibələrdə qalib gələn yeganə ölkə Azərbaycandır. Yəni sırf kapitulyasiya ilə 100 yıl tabii 100 yıl sonra Azerbaycan kendi topraklarına